Video çəkiliş haqqında yenidən danışmaq istəyirəm. Dedim, işə gedirəm, yol üstü bir bununla paylaşım öz fikrimlə. Nə fikirləmişəm, hətta özündə də belə olub. Biraz boşluq olanda rahatlıqla video çəkirsən. Bu video çəkənlərə aiddir. Amma biraz iş çox olan kimi, baş qarşı olan kimi baxırsan ki, deyirsən ki, çəkərəm, sonra çəkərəm. Və bu qalır axşama. Və 1-2 gün, gündə bir dənə, 2 dənə, bir təhər güclə video çəkib paylaşırsan. Və inanın ki, bir həftədən sonra baxış azalacaq. Baxış azalanda digər videolarımda dediyim kimi baxış azaldıqca bu satış da azalır. Yəni çünki sizin satışınız videoda, sosial şəbəkədə olan baxışınıza yəni aiddir. Yəni orada az olsa düz hər şey Allahın əlindədir. Ruzunu verən Allahdan, amma bunlar səbəbdir. Ona görə iş çox olsa da, az olsa da çalışın heç vaxt videonun sayını azaltmayın. Yəni, çətin olsa belə çəkin, çünki bu çətinlik keçib gedəcək, amma o videonun sizə gətirəcəyi müştəri davam edir.